Ondan sonra da deyir ki, təmiz var dövlətin də, yəni o aldığı evlər zadda özünə qaytarır ki, git davam elə işində. Yəni ona yardım edən, ona yardımcı olan adamı İlham Əliyev tutarmı? Yəni bu cinayətkardır. Artıq bunu sübut eləməyə ehtiyac yoxdur, qardaşlar. Mən ona görə deyirəm ki, bəsdir biz İlham Əliyevin cinayətlərini danışmaq yetər. Biz indi bu cinayətkarı tutub Kürdəxanaya göndərməkdən danışmalıyıq ki, nə eləyək, nətər eləyək ki? Bunu tutaq Kürdəxanaya göndərək, sonra bunun məsələsinə baxaq ki, bu boyda pul sən ölkədən uğrayırsan, siz elə bilirsiniz ki, bu görünənlər çox cüzi bir hissəsidir Azərbaycanda, Azərbaycanın sərvətinin. İlhamın arxa planda uğradıqları o qədər var dövlət var ki. Niyazi Əsgərov yazır, salam aleyküm.